ki arkadaşlar bir tane yer belirledik. Ben bir tane büyük bir səhvə yol vermişəm arkadaşlar. Termosu evde unutmuşam. Hə. Bu sumkanı götürmüşəm. Zeyd üçün kısa yol sumkasını, rüksakı. Bunun içine o yekə termos dekoraman olsun. Aldın abi. Divanla, sizinle şu oldu. Ne? Olabilir. Şeyler bilmeyin, şeyler gibi bakıp dizinin arkasında. Ama bilmedi, böyle bir terlenmiş ya. Ediyor. He. Arkadaşlar, termosumuz çok yekəli. Bu sumkaya sığışmır. Elə bildim Şəhriyar əlində götürəcək. Şəhriyar da elə bilib mən sumkaya qoyacağım. Yəni Zeydin sütünü ısıtmaq üçün termosumuzu evdə qalır. Burada da restoranların çoxu bağlıdır təşrifdə. Hə? Bu arada güneşte kızmaz həqiqi. Aslında burası sərin olmasaydı, hadi arkadaşlar, nadir yavaş yavaş bəhanələr üretmeye başlayıb. Buradan düşə deyir ki, deyəsən burada da tutabilməyəcəyim balığı. Deyirəm məzələrin səsi yok tutarıq. İndi böyle deyir. Burada ne kadar ağac var, ağacın əlindən oltanı hara atacaq. Bəhanələr başladı arkadaşlar. İndi uşaqlar çalışıyor ki, balığı tutup neyin içine koyacaq. Biraz da götürməmişəm nadir. Qoy bir dənəsini görüm deyir, mən taparam, kulüp taparam deyir, balıqları görüm ona. Arkadaşlar, mən çox maraqlıdır, ne yiyəcək həqiqətən.